Bağ evimiz olmasa da özümüzə görə balaca bir həyət evimiz var və uzun müddət onu yeniləməyi düşünürdük. Dedim bu dəyişimi əvvəldən sizinlə də paylaşım. İllər sonra dönüb baxanda haradan başladığımızı xatırlamaq maraqlı olar. Ona görə ilk olaraq Abşeron Ticarət Mərkəzinə yollandım. Burada bağ evini yaya hazırla kampaniyası var imiş. 7 iyuna qədər seçilmiş mağazalarda bu kampaniya davam eləyir. İlk olaraq qapı mağazalarına baxdıq. Həm otaq, həm də giriş qapıları üçün kifayət qədər geniş seçimləri var. Daha sonra ametist mağazasına keçdik. Açığı ən çox diqqətimi çəkən yerlərdən biri də elə bura oldu. Çünki İtalyan kerama qranitlərini 110 manata yox, cəmi 75 manatdan başlayan qiymətlərlə tapa bilərsiniz. Hamam aksesuarları seçimi də kifayət qədər geniş idi. Bir sözlə bu mağazada hər şey möhtəşəm idi. Sonra digər mağazalara da göz gəzdirdik. Müxtəlif zövqlərə uyğun seçimlər var idi. Qiymətlər də necə deyərlər, cibə uyğun və sərfəli idi. Klassik dekor mağazasında isə biraz daha çox vaxt keçirdim. Dekorlar, aksesuarlar və fərqli detallar həqiqətən diqqətimi çəkdi. Belə yerlərə girəndə adamın evdə nə isə dəyişmək həvəsi gəlir. Şir bürclərindən olanlar isə bu mağazanı çox sevəcək. Çıxışda isə uşaqlar üçün olan bölməyə baxdıq. Yay üçün hovuzlar, qolluqlar və müxtəlif məhsullar var idi. Təbii ki, Alpaslan üçün də bir neçə seçimə göz gəzdirdim. Çünki yay artıq qapıdadır. Bu hələ başlanğıcdır. Qarşıdakı videolarda həm seçimlərimizi, həm də evimizdə edəcəyimiz dəyişiklikləri sizinlə paylaşacağam. Görək bu balaca həyət evini birlikdə necə dəyişəcəyik. Davamını mütləq izləyin.